Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqlayıb. Doğru xəbər Azərbaycan bildirir ki, açıqlamada deyilir. Hazırda paytaxtda, o cümlədən ölkə ərazisinin bəzi yerlərində leysan xarakterli yağış yağır. Düşən yağıntının miqdarı Astarada 15 mm, Qubada 13, Zaqatala 11, Şabran 10, Oğuz Yardımlı 7, Lənkəran və Qusarda 5, Lerikdə 4, Xaltan, eyni zamanda Bakıda və Abşeron yarımadasında 2, Xaçmaz, Qəbələ, Xızı, Şəki, Kəlbəcər, Laçın, Qubadlıda isə 1 mm-dir. Sumqayıt, Şəmkir, Xızı, Qusar, Qırız, Lerikdə qatı duman müşahidə olunur ki, bu da dumanda görünüş məsafəsini 500 metrə qədər məhdudlaşdırır. Bəs yağıntılar nə vaxt kəsiləcək? Nazirliyin məlumatına görə ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti oktyabrın 18-i səhərə qədər davam edəcək. Bildirilib ki, hazırda ölkə ərazisinin bəzi yerlərində intensiv yağış yağır. Yağıntıların sabahdan etibarən zəifləyəcəyi proqnozlaşdırılır. İndi isə sabahın havasını təqdim edirik. Beləliklə, oktyabrın 18-də Bakıda və Abşeron yarımadasında havanın dəyişən buludlu olacağı, tutulacağı, əsasən gün ərzində yağmursuz keçəcəyi, lakin 17-sindən 18-nə keçən gecə və səhər bəzi yerlərdə az çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, temperatur gecə 13-16, gündüz 19-22 dərəcə isti, atmosfer təzyiqi isə 766 mm civə sütunu olacaq. Naxçıvanda da gün ərzində arabir yağış yağacaq, temperatur 18-20 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacaq, şimşək çağacaq, ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacaq, dolu düşəcək. Axşama doğru əksər rayonlarda yağıntılarda fasilə olacaq, bəzi yerlərdə duman gözlənilir. Mülayim şərq küləyi əsəcək, havanın temperaturu gecə 13-16, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 5-9 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.